bir şeydə hədd aşmaqdır. Guluv bir şeydə hədd aşmaqdır. İnsan bir şey miqdarında hədd aşarsa da ona deyirlər ki, guluv elədi. Allah Teala da deyir ki, la ta'ulu fi dinikum. Dininizdə guluv eləməyin. Yəni hədd aşmayın yəni. İttira bu da tərifdə yalandan o kəs barəsində hədd aşmaqdır. Olmayan bir şey deməkdir yəni. Buradakı guluv dedikdə Resulullah sallallahu haqqında qəsd olunur. Yəni onun qədrindən artıq həddi aşmaq olmaz. Yəni onu ubudiyyət, yəni ibadət və risaləsinin mərtəbəsini yuxarı qaldırmaq olmaz. Ki ibadət olunan sifətini vermək olmaz. Yəni uluhiyyət sifəti vermək olmaz Resulullah sallallahu aleyhi ve sellemə. Yəni uluhiyyət xislətlərindən bir xislət qoymaq olmaz ona. Nə dua edib çağırmaq olmaz onu, nə şiddət anda kömək istəmək olmaz ondan Allah'tan başqa olaraq, nə də ki ona and içmək olmaz Allah'tan başqa olaraq. Buradakı Resulullah sallallahu haqqında olan o ittira, guluv da qəsd odur ki, ona olan tərifdə şirtmələr eləmək. Tərifdə şirtmələr eləmək. Resulullah sallallahu özü bunu qadağ edibdir. Özü qadağ edibdir. Deyibdir ki, Hristiyanlar Məryəm oğlunda guluv elədiyi kimi siz də məndə guluv eləməyin. Mən deyir qulam. Mən deyir qulam, deyin ki Allah'ın qulu və Rasuludur. Yəni batilcəsinə mənə təriflər verməyin. Tərifimdə həddi aşmayın. Necə ki Hristiyanlar İsa aleyhissalamda həddi aşmışdılar. İddia eləmişdilər ki, İsa aleyhissalamda ilahlıq var. Uluhiyyəti iddia eləmişdilər. Məni Rəbbim nə ilə vəsf edibsə də onunla vəsf edin. Deyin ki, Allah'ın qulu və Rasuludur. O vaxt ki, bəzi sahabələr demişdilər ki, Resulullah sallallahu aleyhi ve sellem demişlər ki, sən bizim seyyidimizsən. Bu sözü dedikdə Resulullah sallallahu aleyhi ve sellem demiş ki, Es-seyyidullah, seyyid Allah'tır. Təbaraka və Teala. O vaxt ki bu sözü dedilər, və sonra başqa bir söz dedilər ki, bizim ən əfsəlimiz və ən əzəmətlimiz tulən. Bu sözü deyəndə Resulullah sallallahu aleyhi ve sellem demişdi ki, siz qulu bi qavlikum əv ba'di qavlikum. Yəni sözünüzü deyin ya da bəzi dediyiniz sözü deyin. Şeytan sizi başçılıq edib aparmasın. Yəni quluv eləməyəsiniz. Sizə başçılıq eləməsin. Hədd aşmayasınız. İcazə verilən şeyi qoyurdu. Deyir, sözünüzü və bəzi sözünüzü deyin. Yəni aşmayın, hədd aşmayın. Və qalə ləhu nəsun, bir toplum insan deyir ki, ey Allah'ın Resulü. Allah'ın Resulü deyir ki, ey Allah'ın Resulü. Ey bizim xeyirlimiz, ey bizim xeyirlimizin oğlu, ey bizim seyyidimiz, bizim seyyidimizin oğlu. Beləncə bir söz deyirlər. Resulullah sallallahu aleyhi ve sellem deyir ki, ey insanlar, öz sözünüzü deyin, şeytan sizə başçılıq eləməsin. Mən Muhammedəm, Allah'ın qulu və Rasuluyam, sallallahu aleyhi ve sellem. İstəmirəm ki, məni Allah Azza və Cəllə qaldırdığı dərəcədən yuxarı qaldırasınız. Yəni Rəbbim mənə hansı dərəcə qaldırıbsa, o dərəcədən yuxarı qaldırılmasını istəmirəm. Mənə sevimli deyil bu. Hədisi Əhməd və Nəsəi rivayət eləmişdir. Resulullah sallallahu aleyhi ve sellem bu ləfizlərlə ona verilən tərifi bəyənməmişdi, istəməmişdi. Sən bizim seyyidimizsən, sən bizim xeyirlimizsən, sən bizim ən əfsəlimizsən, sən bizim ən əzəmətlimizsən. Buna baxmayaraq, o yaradılmışların ən əfsəlidir. Ən şərəflisidir itlaq olaraq. Məxluqatların ən şərəflisi, ən əfsəlidir. Lakin o özü bunu qadağ eləmişdi ki, onun haqqında guluv olunmasın. Həmin onun haqqında olan guluvdan insanlar uzaq dursunlar, tövhidi qorumaq üçün. Subhanallah, tövhidi qorumaq üçün. Tək Allah'ı qorumaq üçün. O onları yönətmişdi ki, onu iki vəsflə vəsf eləsinlər. O qulluğun iki mərtəbəsidir ki, orada guluv yoxdur, orada əqidə üçün heç bir təhlükə yoxdur. Allah'ın qulu və Rasuludur. O sevməmişdi ki, onu Allah Teala qaldırdığı dərəcədən
Qaldırıb razı qaldığı dərəcədən insanlar onun üstünə onu qaldırsınlar. Baxmayaraq ki, onun qadağasına çoxla insanlardan çoxu müxalif olmuşdur və onu Allahdan başqa olaraq dua edib çağırmışdılar, şiddət anında ondan kömək istəmişdilər, ona and içmişdilər, ehtiyaclarını ondan tələb eləmişdilər, hansı ki bunlar yalnız Allahdan istənilir. Bəziləri ona yaxşıları keçirirlər, şeirlər, qəsidələr və nəşidlər deyirlər. Yəni Allahın haqqı ilə Rasulun haqqının arasını ayırmırlar. Yəni Rasula da ilahlıq sifəti verirlər. Bəziləri qəbri ibadət edənlərdə çox olur bu şeylər əsasında. Əuzubillah. Necə ki İbn Qayyim Rahimehullah öz nuniyasında deyir: "Lillahi haqqun la yakunu li ghayrihi." Allahın haqqı vardır ki, o Allahdan başqasının üçün ola bilməz. "Və li abdihi haqqun huma haqqani." Abdın, qulun da öz haqqı vardır. Bu iki haqqdır. Yəni Allahın haqqı və qulun haqqı. Bu iki haqqdır. "La tec'alul haqqin haqqan vahidan." İki haqqı bir haqq etməyin. İki haqqı bir haqq etməyin. Min gayri temyizin və la qurbanin. Yəni onu ayırmadan o haqqı eləməyin, bir haqq eləməyin. Allahın haqqı odur ki, sən tək ona ibadət edəsən, ona hiçbir şey şərik qoşmayasan. Qulun da haqqı odur ki, Allah Teala o haqqı özünə vacib edir ki, ona şərik qoşmadıqca onlara əzab verməz. Subhanallah, bu haqqı necə belirləmək olar?